Sağ ayağın kiçik dəraltı venasında əməliyyatı başdan sona qədər qeydə alacağıq. İğnəni vururuq buradan. Daha sonra ikinci iğnə damar mənfəzinə nüfuz edəcəyik. Vazofiks damarın içərisindədir. İndi isə lazer kateterini damar içərisinə daxil edəcəyik və bu infinity lazerdir. Yəni bir həlqə yox, ən azı 4 həlqə üzərindən hər tərəfə lazer işığı yayılır. Birbaşa vazofiksin içərisindən keçirməklə damarın içərisinə lazer kateterini salırıq. Monitorda lazer kateterinin hara qədər yeritdiyimizi izləyirik. Problemin başladığı və bitdiyi nöqtələr səviyyəsində lazer kateteri yeridilir. Dərin venaya keçən yerdir. Monitorda bu gördüyümüz lazer kateteri dərin venanın içinə girir buradan. Biz ondan bir qədər yarım santimetr geridən yerləşdirib edici iğnə ilə damar ətrafına mayeni vururuq. Burada damar ətrafı boyunca tam dairəvi şəkildə edici maye vurulur. Məqsəd damarı ətraf toxumalardan soymaq, mobilizə etmək deyirik başqa sözlə. Damar düz dərinin altındadır deyə çətinliklə soyulur, amma artıq bu hissəsi tamamilə rahat görünəcəkdir. Əməliyyat yalnız yerli keyitmənəndir. Əlavə hər hansı damar yolu belə qoyulmadan bu əməliyyat icra olunur. Bir iğnəni vurduq və indi ikinci iğnə artıq anesteziyanı tam şəkildə başa çatdıracağıq. Yəni çoxlu iğnə də vurulmur burada. 2 ədəd edici iğnə bütün damar boyunca keyitmənin tam adekvat aparılması üçün kifayət edəcəkdir. İndi isə əməliyyatın lazerlə olan hissəsinə başlayırıq. Son olaraq bir də dərin damara olan münasibətə nəzər edib ondan sonra isə əməliyyatın lazer hissəsi başlayır. Monitorda parlaq hissə artıq lazerlə bağlanmış damar mənfəzidir. Biz isə lazer kateterini geri çəkirik. Ümumilikdə bir ayaqda lazer əməliyyatı təxminən 7-8 dəqiqədən tutmuş, hardasa bir yarım saat 40 dəqiqə qədər davam edə bilər. Əlbəttə ki, xəstənin çəkisi, boy uzunluğu, problemli damarın sahəsi, bunların hər biri bu zamana təsir göstərən amillərdir. Bu xəstədə kiçik dəraltı vena damarını əməliyyat edirik. Infinity lazer hal-hazırda lazer texnologiyasında ən son əlimizdə olan nailiyyətdir. Yəni, üstdən baxanda sadəcə biz lazer kateter üzərində qırmızı işığı görə bilərik, amma bu qırmızı işığın özü təkamül keçir, təkmilləşir və biz də dünya standartlarına uyğun ən yaxşı nədirsə, ən son nədirsə, onu tətbiq etməyə çalışırıq. Bir daha dedik, yalnız yerli keyitmədir və sonda bunu əyani şəkildə bir də sizə göstərəcəyik. Artıq damarın lazerlə əməliyyatı, arxadakı damarın lazer əməliyyatı tam yekunlaşmaq üzrədir. Əməliyyat bitibdir. Biz indi sizə bu hissədə lazerin girdiyi dəliyi göstərə bilirik. Çox kiçik 1-2 mm-lik bir kiçik dəlikdən bu əməliyyat icra olunur. Pasiyentdən isə ayağınızı bükün, asılı zəhmət olmasın. Hər hansı əlavə dəstək olmadan, bir daha deyirik, yalnız yerli keyitmə ilə bu əməliyyatı tam ağrısız şəkildə icra etmək mümkündür.